Sabahınız xeyir olsun. Hal-hazırda Azərbaycanda bütün taxıllarda pas və sair göbələk xəstəliklərinin baş qaldıran vaxtıdır. Çünki isti temperaturda ciddi yağışlarla keçirdiyi bir dövr oldu. Onun dalıca pas xəstəliklərinin olması mümkündür. Ondan ötürü tədbirli olmaq lazımdır. Bizim təklifimiz, yəni sınaqdan keçmiş bir təklifdir. Lime sulfur hektara 2 kiloqramla 2 litrlə hektara lime sulfurla taxıllar dərmanlanmalıdır. Yoxsa pasın həqiqətən ciddi məhsul itkisinə səbəb olur. Pas xəstəlikləri. Və ikincisi, əsas sözün fungisit satanlaradır. Biraz ayıq olun. Görmürsünüz, hal-hazırda elan olunur bazarda ki, fungisit verin, amma hansı fungisit yox. 5 dənə gübrənin içindən hansı gübrəni vermək lazım olduğunu fermerə başa salan var. Amma minlərlə fungisitin içindən hansı fungisiti verəcəyini fermerə izah eləmirlər. Görmək lazımdır. Görün, baxım eləmək lazımdır ki, hansı fungisiti vermək lazım olduğunu fermerə izah eləsinlər. Yəni mən demək istədiyim, biraz ayıq olun. Fungisit satırsınız. Ayıq olun. Bazarda kimi görmək lazımdır? Diqqətli olun. Marketing də bir sənətdir. Ondan da ciddi məşğul olmaq lazımdır. Belə, mənim tövsiyəm odur ki, lime sulfur verəsiniz. Sınaqdan keçib, demək olar ki, bütün pas və göbələk xəstəliklərində, xüsusilə taxılda heç bir xəstəlik qoymur qalsın. Bir dəfə tətbiq olunmağı bəs eləyir ki, hətta ondan sonra yağış düşsə belə təkrar hər hansı bir göbələyin baş qaldırmasına imkan yaratmır. Və bu da məhsul itkisində göbələk xəstəlikləri, pas xəstəlikləri məhsul itkisində bəzən 60%-dan yuxarı məhsul itkisinə səbəb ola bilir. Ona görə diqqətli olmaq lazımdır. Mümkün qədər vaxtında dərmanlamaq lazımdır. Birazdan artıq sümbülləməyə keçəcəklər. Sümbülləmə dövrü olacaq. Onda texnikanı salmaq daha çox narahat eləyəcək sizi. Nə qədər erkəndir, lime sulfurla 2 hektara 2 kiloqramla 2 litrlə lime sulfurla təsərrüfatlarınızı dərmanlayın. Belə, bu illər inşallah dəmiyyədə də bol məhsul gözlənilir. Çalışın, bu yağışdan düzgün yararlanın, təsərrüfatları göbələklərə, xəstəliklərə qurban verməyin.